Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub. Xəbər verilir ki, hadisə Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb. Ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər. Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. İlkin iddialara görə şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər. Hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevə ağır itki üz verib. Xəbər verilir ki, icra başçısının atası Çəpərxan Quliyev vəfat edib. Mərhum dünən dəfn olunub.